Saatlar 93 FM-i göstərir və Sağlam Səhər proqramı ilə yeni gündə birlikdəyik dostlar. Hər birinizin günü aydın olsun. Hipokrat deyirdi ki, şəfa tapmaq zamanla bağlı olduğu qədər bəzən doğru imkanlara da bağlıdır. Bugün məhz o doğru imkanlardan, yəni hər birimizin sağlamlıq yolunda ilk müraciət etdiyi ünvanlardan, apteklərdən danışacaq. Amma bu dəfə qapıdan içəri müştəri kimi deyil, bir müfəttiş gözü ilə baxacaq. Aldığımız dərmanların keyfiyyətinə kim zəmanət verir, apteklərin fəaliyyəti necə tənzimlənir? Qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsinin müdiri Pərviz Əzizbəyevdir. Sabahınız xeyir olsun Pərviz müəllim, xoş gəlmisiniz. Sabahınız xeyir, xoş gördük. Mən də sizi və bütün dinləyicilərimizi salamlayıram. Təşəkkür edirəm Pərviz bəy. 055 93 490 93 isə bizim WhatsApp nömrəmizdir. Vaxt itirmədən siz də suallarınızı yazıb Pərviz bəyə ünvanlaya bilərsiniz. Çünki ümumiyyətlə dərmanlardır, apteklərin fəaliyyətidir. Mən bilirəm ki, dinləyiciləri ən çox maraqlandıran mövzulardan biridir. Odur ki, apteklərin fəaliyyəti ilə bağlı siz nəyi bilmək istəyirsiniz? Yazıb suallarınızı Pərviz bəyə ünvanlaya bilərsiniz və Pərviz müəllim sizin suallarınızı saatın efrin sonuna qədər, daha doğrusu cavablandıracaq. Pərviz müəllim, biz aptekə daxil olanda, belə deyim, yalnız vitrinləri və ağ xalatlı əczaçıları görürük, amma bu sistemin arxasında çox böyük bir mexanizm, ciddi bir nizam-intizam dayanır və sizin rəhbərlik etdiyiniz, belə deyim, şöbə isə bu mexanizmin deyərdim ki, ən strateji nöqtələrindən biridir. Gəlin ümumiyyətlə aydınlaşdıraq ki, sizin şöbənin fəaliyyəti nədən ibarətdir və işiniz tam olaraq harda başlayır, harda bitir? Bəli, belə deyək, bugünkü günün əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələrin, yəni əczaçılıq müəssisələrin qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmələrinə, normativ texniki sənədlərin tələblərinə uyğun işlərini aparmağına, həmçinin dövriyyədə olan dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti bizim şöbə tərəfindən aparılır. Bu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əczaçılıq fəaliyyətinin əczaçılıq müfəttişliyi şöbəsidir. Və bu fəaliyyət göstərən zaman, bu fəaliyyəti biz həyata keçirən zaman İlk növbədə bildiyiniz kimi, yəni bu yoxlamalarla aparılır. Qanunvericiliyə görə həm plan üzrə, həm də plandan kənar yoxlamalar keçirilir əczaçılıq müəssisələrində. Planlı yoxlamalar bu illik plana əsasən keçirilir. Plandan kənar yoxlamalar daxil olan müraciətlər, şikayətlər əsasında həyata keçirilən yoxlamalardır. Bundan başqa şöbəmiz tərəfindən mülki dövrəsi məhdudlaşdırılan dərman vasitələri var qanunvericiliklə. Bunlar həm narkotik dərman vasitələridir, həm psixotrop dərman vasitələridir, həm narkotik və psixotrop maddələrə aid olmayan, güclü təsir edən və zəhərli maddələr daşıyan dərman vasitələridir. Bu dərman vasitələrinin dövriyyəsi xüsusi icazə əsasında aparılır qanunvericiliyə görə və bu xüsusi icazəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi verir, Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla. Bundan başqa dediyim o mülki dövrəsi məhdudlaşdırılan dərman vasitələri ölkəyə illik tələbat miqdarları əsasında idxal olunur. Bu Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsi tərəfindən hər ölkə üçün ildə bir dəfə təsdiqlənir və bu dərmanların dövriyyəsi, bu dərmanların miqdarları ilə bağlı şöbənin nəzdində mülki dövrəsi məhdudlaşdırılmış dərman vasitələri iş sektoru fəaliyyət göstərir və bu sektor tərəfindən bütün bu məsələlər nəzarətdə saxlanılır. Çox sadə bir məsələ kimi, həqiqətən də biz aptekə gedirik sadəcə o dərmanı almaq üçün. Doğrudan da onun arxasında çox böyük zəhmət, çox böyük bir yol gəlirlər, bütün bu proseslərdən keçirlər. Digər bir məsələ isə xəstə yaxınları, elə xəstənin özləri, məsələn, aptekə daxil olarkən, bir dərman alarkən tərəddüd edirlər ki, görəsən bu dərman orijinaldırmı, onun təsiri olacaqmı və bu suallar hər bir kəsi düşündürür. Sadə bir vətəndaş aldığı dərmanın keyfiyyətli olub-olmasını necə müəyyən edə bilər ümumiyyətlə? Çox gözəl sualdır. Yəni, belə deyək, sadə vətəndaş hər hansı bir dərmanın keyfiyyətsiz və ya saxta olmasından bağlı şübhələnə bilər, ancaq vizual olaraq dərmana baxdıqda. Yəni, vizual olaraq dərman vasitəsinin qutusu, qablaşması tam olmalıdır, pozuntular olmamalıdır. Nişanlar, kodlar burada. Bəli, olmamalıdır, əzintilər olmamalıdır. Dərman vasitəsinin adı, dərman vasitəsinin istehsal tarixi, son istifadə tarixi, seriya nömrəsi aydın oxunmalıdır.
silinmələr olmamalıdır. Əgər belə hallar yəni olursa, görürlərsə həmin bu dediyimiz məsələlər, bu dediyimiz yazılar dərmanda pozulubsa, dərman əzilibsə və şübhə yaranırsa, bu zaman bəli, o dərmanın keyfiyyətindən bağlı şübhələnmək olar. Götürək ki, artıq bir şübhə var, bir fakt var ortada. Nə etsin, hara müraciət etsin, hara zəng etsin, yazsın, ümumiyyətlə nə edə bilər? İlk növbədə bütün apteklərin üzərində analitik ekspertiza mərkəzinin qaynar xətti mövcuddur. Bütün o əsaslıq məsələlərinin üzərində tanıtma lövhələrində. İlk növbədə o qaynar xətt nömrəsindən əlaqə saxlaya bilərlər. Sonra rəsmi internet səhifəmizlə müraciət bölməsindən analitik ekspertiza mərkəzinə müraciət edə bilərlər. Rəsmi internet səhifəmiz farma.az-dır. Və bundan başqa da mərkəzdə bir pəncərə xidməti fəaliyyət göstərir. Həmin bir pəncərə xidmətinə də yaxınlaşmaq olar. Təşəkkür edirəm Pərviz bəy. Dostlar, sizdə aldığınız dərmanın qutusu sizə şübhəli gəlirsə, yaxud tərkibi barədə məlumat tapa bilmirsinizsə, gəlin bu şübhələri birlikdə aradan qaldıraq. 055 93 490 93 bizim WhatsApp xəttimizdir. Yazın, Pərviz müəllim sizə hər bir şeyi detallı izah edəcək. Unutmayaq ki, sağlamlıq gecikməni və tərəddüdü sevmir. Odur ki, vaxt itirmədən bizə qoşula bilərsiniz. Qısa bir fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən efirdə olacaq, amma ondan öncəsində sağlam şəhər maarifləndirici rubrikamız var. Gəlin birlikdə dinləyək, daha sonra efirimizə davam edək. Əgər soruşursunuzsa ki, suallarımızı hara yazaq? Əlbəttə ki 055 93 490 93 nömrəsinə. Radio tezliyimiz isə 93 FM-dir. Suallarınızı yazın, Pərviz müəllimi ünvanlaya bilərsiniz. Bugün apteklərin fəaliyyətinə necə nəzarət edilir? Bu haqda danışırıq. Qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsinin müdürü Pərviz Əzizbəyovdur və dostlar, sizin də suallarınızı Pərviz müəllim cavablandırmağa hazırdır. Pərviz müəllim, biz dərmanların keyfiyyətindən danışdıq. Şübhə yaranarsa hara, nə şəkildə müraciət etmək lazımdır ondan danışdıq. Digər bir məsələ, dərman vasitəsinin ölkədə satışına icazə verilib-verilməməsi barədə məlumatı hardan almaq olar? Bütün dərman vasitələrinin satışına icazə verilib-verilməməsi, ümumiyyətlə həmin dərman vasitəsinin dövlət qeydiyyatının olub-olmaması, dərman vasitəsinə qoyulan qadağalar Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində farma.az saytında yerləşdirilir və vətəndaşlar həmin internet səhifəsinə daxil olaraq onları maraqlandıran suallarla bağlı məlumatları oradan tapa bilərlər. Bizə ən çox dinləyicilərimizin ünvanladığı bir sual var. Eyni dərman vasitələri müxtəlif apteklərdə niyə fərqli qiymətə satılır? Qanunvericiliyimizlə bu qadağan deyil. Yəni Azərbaycan Respublikasının qanunvericiliyinə görə dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiqlənir. O yuxarı həddən aşağı qiymətə satış ola bilər. Yəni ona görə də yəni apteklərdə bəzən dərman vasitələrinin qiymətlərində fərqlər olur. Vətəndaşlar dərman vasitəsinin təsdiqləndiyi yuxarı həddən çox yüksək qiymətə satılan zaman bəlli bir həddə qədər dəyişdirə bilərlər. Dəyişdirə bilər. Ondan yuxarı əgər doğrudan da dərman vasitəsi hər hansı bir əczaçılıq müəssisəsində satılırsa, bu zaman aidiyyatı üzrə, yəni həmin qiymətlərə nəzarət edən qurum hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir. Aidiyyatı üzrə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər. Pərviz müəllim, apteklərin fəaliyyətinə nəzarət edilirmi? Əlbəttə, apteklərin fəaliyyətinə, ümumiyyətlə bütün əczaçılıq müəssisələrinin fəaliyyətinə tərəfimizdən nəzarət aparılır. Bayaq da dediyim kimi nəzarətin müxtəlif formaları var. Yəni yoxlamalar şəklində, yoxlamalar plan üzrə və daxil olan müraciətlər əsasında, şikayətlər əsasında, mediada gedən informasiyalar əsasında plandan kənar yoxlamalar keçirilir və bu yoxlamalar da hər aptekin belə deyək də risk qrupuna uyğun olaraq müəyyən vaxtlarda dövrlüklə aparılır. O dövrlük dedinizsə, məsələn, o yoxlamalar hansı dövrlüklə keçirilir və bu zaman hansı meyarlar burada nəzərə alınır? Dövrlük qanunvericiliklə müəyyən edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunvericilikdə aptek müəssisələrinin yüksək risk qrupuna daxil olan aptek müəssisələri üçün, aptek yox, belə deməyək, əczaçılıq müəssisələri üçün, sahibkarlar üçün ildə bir dəfədən çox olmamaq şərti ilə, orta risk qrupuna aid edilən sahibkarlar üçün 2 ildə bir dəfədən çox olmamaq şərti ilə, aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə isə 3 ildə bir dəfədən çox olmaq şərti ilə yoxlamalar keçirilir.
Bu informasiya mənim üçün yeni idi, bu risk qrupu məsələsi və bir məsələ mənə qaranlıq qalır ki, bu əczaçılıq müəssisəsinin hansı risk qrupuna aid olmasını bəs necə müəyyən edirsiniz? Yenə də biz bunu qanunvericiliyə əsaslanaraq müəyyən edirik. Yəni qanunvericilikdə göstərilir ki, risk qrupları necə müəyyən edilməlidir. Bunun üçün xüsusi meyarlar təsdiqlənməlidir. Bu meyarlar hər orqan öz nəzarət sahəsinə uyğun olaraq təsdiqləyir və bu meyarlar təsdiqlənən zaman, meyarlar hazırlanan zaman müəssisənin, sahibkarın keyfiyyət və kəmiyyət göstəriciləri nəzərə alınır. Yəni belə deyək, əgər sahibkarın fəaliyyət göstərdiyi sahədə onun belə deyək, miqyası, müəssisələrinin sayı, ümumiyyətlə göstərdiyi müddət ərzində onunla bağlı neqativ məlumatlar, onun məcburi hesabatlılığı zamanı məlumatlarda olan səhvlər, ziddiyyətlər, yəni bütün bunlar nəzərə alınaraq meyarlar hazırlanır və o sahibkarlar risk qruplarına aid edilir. Əczaçılıq fəaliyyətinə lisenziya almaq üçün bəs hansı tələblər mövcuddur, Pərviz müəllim? Əczaçılıq fəaliyyəti də yenə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Yəni burada lisenziyalar və icazələr haqqında qanuna görə əczaçılıq fəaliyyəti mütləq olaraq lisenziyalaşdırılmalıdır və lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs müəyyən olunmuş sənədlər var bu qanunvericilikdə. O sənədləri toplayaraq asan xidmət mərkəzlərinə müraciət edirlər və asan xidmət mərkəzlərinə müraciət etdikdən sonra qanunvericiliyə görə 10 iş günü ərzində bu müraciətə baxılır. Və bundan başqa belə deyək, yəni həm də Səhiyyə Nazirliyinin kollegiyasının 11 yanvar 2018-ci il 1 nömrəli qərarı var və bu qərarla, kollegiya qərarı ilə əczaçılıq fəaliyyətinə dair bəzi normativ texniki sənədlər təsdiqlənmişdir. Bunların daxilində də aptek təşkilatlarına dair tələblərdir. Yəni bu tələblərə uyğun da mövcud sahibkar şərtləri yerinə yetirməlidir. Ondan sonra müraciət edir, dediyim kimi, asan xidmət mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə və həmin tələblərə uyğun yerə baxış keçirilərək rəy verilir Səhiyyə Nazirliyi tərəfindən. Ondan sonra İqtisadiyyat Nazirliyi tərəfindən də həmin rəy əsasında lisenziya ilə təmin olunur sahibkar. Təşəkkür edirəm Pərviz müəllim. Dostlar, əgər radionun dalğasını indicə dəyişmisinizsə, 93 FM-dəsinizsə, o zaman ən maraqlı dəqiqədəsiniz və dalğadasınız daha doğrusu. Qonağımız bugün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsinin müdiri Pərviz Əzizbəyovdur və apteklərin fəaliyyətinə necə nəzarət edilir? Biz bu haqda danışırıq. Yəni sadəcə aptekdən, sadəcə dərmanlardan yox, sizin və ailənizin təhlükəsizliyindən danışırıq. Dostlar, ayrılmayın. Müzakirəmiz davam edəcək, amma qısa bir fasiləmiz olacaq. Öncəsində sual-cavab rubrikamız var. Daha sonra efirimizə qaldığımız yerdən davam edəcəyik. 93 FM-də saatlarımız 8:31-i göstərir və siz də bizim efirimizə qoşula bilərsiniz. Sizi narahat edən bütün məqamlara bugün aydınlıq gətirə bilərsiniz. Apteklərin fəaliyyətinə necə nəzarət edilir? Siz ümumiyyətlə apteklərin fəaliyyəti ilə bağlı nəyi bilmək istərdiniz? Dərmanlarla bağlı, dərmanların keyfiyyəti ilə bağlı bilmək istədiyiniz məqamlar varsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsinin müdiri Pərviz Əzizbəyev bugün bizim qonağımızda. Siz də suallarınızı yazıb Pərviz bəyə ünvanlaya bilərsiniz və Pərviz müəllim sizin suallarınızın hər birini cavablandıracaq. Pərviz müəllim, normalda biz özümüzə bir geyim, bir əşya alanda hər zaman dəqiqləşdiririk və hardasa da qanunla bilirik ki, müəyyən əşyalarıdır, geyimidir. Biz 14 gün ərzində onu korlamırıqsa gedib dəyişə bilərik, əgər bizim əlimizdədirsə. Aptekdə dərmanlarla bağlı bu necə tənzimlənir? Biz aldığımız dərmanı qaytara bilərikmi? Aptekdən dərman qaytarılması məsələsi Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə tənzimlənir. Bu qərarla pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan məhsulların siyahısı verilibdir və bu siyahıda dərman vasitəsi yoxdur. Yəni dərman vasitəsi yoxdursa da belə çıxır ki, dərman vasitəsi dəyişdirilə bilər.
Amma biz çox vaxt vətəndaşlara da bildiririk ki, yəni dərman vasitəsi digər məhsullardan fərqlidir və bu fərqlilik ondadır ki, dərman vasitəsi istehsalçının da tələb etdiyi kimi, onun istifadə təlimatında göstərildiyi saxlama şərtlərinə riayət olunmaqla saxlanmalıdır və daşınma şərtlərinə riayət olunmaqla daşınmalıdır və xəstə, pasiyent hər hansı bir dərmanı alırsa aptekdən, onu mütləq olaraq həkimin təyinatından almalıdır. Yəni, özünün müalicə ilə dərman vasitələrinin alınması düzgün deyil, tövsiyə olunmur. Mütləq olaraq həkim dərmanı təyin etmişdirsə, bu dərman alınmalıdır və belə deyək, dərman dəyişdirilməsi bizim tərəfimizdən, yəni biz onu düzgün saymırıq. Bayaq dediyim məsələlərə görə ki, hər hansı bir dərman pasiyent tərəfindən alınır və bir neçə gündən sonra 14 gün ərzində deyək. Və siz bilmirsiniz ki, onu hansı şəraitdə saxlayıb, hansı bilirsiniz də ölkədə yay aylarında bəzən elə 40 dərəcə kimi temperaturlar da qalxır ki, avtomobildə qalan dərman 1-2 gün ərzində o keyfiyyətini saxlayarmı? Əlbəttə ki, xeyr. Və bu zaman o dərman gətirilib dəyişdirilirsə aptekdə və sonradan başqa bir pasiyentə satılarsa, o həmin pasiyentin sağlamlığına ciddi zərər törədə bilər. Ona görə biz tövsiyə edirik ki, mütləq olaraq həkimin təyin etdiyi dərmanlar alınmalıdır və həkimin təyin etdiyi formada da qəbul edilməlidir. O zaman biz bir yanlışlıq eləsək, yəni məsələn vətəndaş olaraq nəsə səhv alsaq, ya sonradan gərək olmasa gedib o dərmanı qaytara bilmərik. Yəni qanunvericiliyə görə qaytarmaq yox, dəyişdirə bilərsiniz. Bəli, qaytarmaq olar ki, o dərmanın əlbəttə ki qablaşması pozuntu ola bilər, hansısa bir nöqsan ola bilər, amma dəyişdirilə bilər. Amma yenə dediyim kimi dəyişdirilmə qısa müddət ərzində əgər alınıb dəyişdirilirsə, bəli, yarım saat, 1 saat ərzində gətirib qaytarılırsa, burada bir problem fikirləşirəm ki, olmaz. Amma biraz əvvəl dediyim kimi də dərman vasitəsi xüsusi saxlanma şərtləri, xüsusi daşıma şərtləri tələb olunur və buna ciddi riayət etmək lazımdır. Və doğrudan da bu dəyişimi də bir kənara qoysaq, elə özümüz üçün, sağlamlığımız üçün biz gərək hər aldığımız dərmanın o təlimatına baxaq, hər birində mütləq şəkildə ona hansı temperaturda, harda, necə saxlamalı olduğumuz və nə qədər müddətə saxlamalı olduğumuz yazılır dostlar. Apteklərdə bəs psixotrop tərkibli dərman vasitələrinin satışı necə tənzimlənir? Bəli, apteklərdə psixotrop və güclü təsir edən dərman vasitələrinin də satışı aparılır. Bu da xüsusi qanunvericiliklə tənzimlənir. Mülki dövrəsi məhdudlaşdırılan əşyaların dövrəsinə xüsusi icazə verilməsi və onların dövrəsinə nəzarət şərtləri var. Bu qanunvericiliklə belə maddələr saxlayan dərman vasitələri mülki dövrəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxildir və bu dərman vasitələrinin dövrəsi ilə məşğul olmaq istəyən sahibkar mütləq olaraq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xüsusi icazə almalıdır. Bu xüsusi icazə Səhiyyə Nazirliyinin rəyi əsasında yenə verilir və bugünkü günü belə xüsusi icazəsi olan yetərli sayda apteklərimiz var və həmin apteklərdə belə dərman formaları, belə dərmanlar həkimin təyinatı əsasında, reseptlər əsasında satılır. Pərviz müəllim, bəs bu psixotrop tərkibli dərman vasitələrini hər bir aptekdən əldə etmək olarmı? Biraz əvvəl dediyim kimi də hər bir aptekdən deyil, mütləq həmin aptekin xüsusi icazəsi olmalıdır. Yəni lisenziya əczaçılıq fəaliyyətinə öz yerində, amma ondan əlavə də bu tip dərmanların satışı üçün mütləq olaraq əlavə xüsusi icazəsi olmalıdır. 05593 490 93 nömrəsinə siz də suallarınızı yaza bilərsiniz, göndərə bilərsiniz. Dinləyicimizin biri 18-25 nömrəli dinləyicimiz belə bir sual ünvanlayıb. Pərviz müəllim, reseptsiz satışı həyata keçirən apteklər və ya şəxslər üçün hansı cəza tədbirləri nəzərdə tutulub? Bəli, İnzibati Xətalar Məcəlləsində bununla bağlı ayrıca maddə var. 452.1 maddəsi, yəni bu zaman əgər hər hansı bir əczaçılıq müəssisəsi, aptek reseptlə buraxılan dərman vasitəsini reseptsiz satırsa, bu zaman həmin aptekə bu dediyimiz maddə ilə cərimə sanksiyaları tətbiq edilə bilər. Bu cərimə sanksiyaları 150 manatdan 250 manata kimi dəyişir və belə deyək, bu məbləğlər hələlik azdır. Yəqin ki, gələcəklərdə yəni bu məbləğlərin artırılması da nəzərdə tutula bilər. Çünki
bugünkü günü bizim də yoxlamalar zamanı, daxil olan məlumatlar zamanı da hələ də bəzi apteklər, bəzi əczaçılar tərəfindən reseptlə buraxılma olan dərman vasitələrinin reseptsiz satışını yəni görürük biz. Daha bir dinləyicimiz soruşur ki, bəzi apteklər 24 saatlıq iş rejimi ilə işlədiyini bildirsələr də, reallıqda 24 saat fəaliyyət göstərmirlər. Bununla bağlı hansı tədbirlər görülür? Apteklərin üzərlərində olan tanıtma lövhələrində onların iş vaxtları göstərilir. Əgər aptek 24 saat fəaliyyət göstərmirsə, qanunvericiliyə görə bu belə deyək də qanunvericiliyə görə, əmək məcəlləsinə görə iş həftəsi 40 saatdan artıq ola bilməz, gündəlik iş saatı 8 saatdan artıq ola bilməz və aptek də elə bir müəssisədir ki, orada dərman vasitələrinin buraxılışında ancaq ali və ya orta ixtisas əczaçılıq təhsilli şəxslər çalışmalıdır. Yəni götürsək ki, 24 saat ərzində əgər bu aptek çalışacaqsa, orada ən azı 3 əczaçı olmağı vacibdir. Çünki 8 saatdan artıq iş saatı olmadığına görə və bəzən görürsən ki, hər hansı o 24 saat çalışan apteklərdən əczaçının biri işdən kənara çıxır və yaxud da ki, iş yerini dəyişir və yaxud da ki, digər səbəblərdən olmur və ona görə həmin aptek 24 saat çalışa bilmir. Fizik olaraq 24 saat çalışa bilmir. Həm də qanunvericinin tələbidir bu. Ona görə, yəni əgər əczaçılıq müəssisəsinin rəhbərliyi də bunu nəzərə almalıdır və tanıtma lövhəsində iş vaxtını dəyişməlidir. Yox dəyişmirsə, əgər o qalırsa da, bu əlbəttə çaşqınlıq yaradır və belə əgər hallar vətəndaşlar tərəfindən də müşahidə olunursa da, bizə məlumat verə bilərlər, elə bayaq dediyim kimi apteklərin üzərindəki qaynar xətt nömrəsi vasitəsilə. Yəni o 24 saat fəaliyyət göstərmədiyi bir qısa müddət olsa da, lap bir həftə 10 günlük mütləq şəkildə onun üzərində yazılmalıdır ki, artıq iş vaxtı, məsələn, bu saatdan bu saata qədərdir. Siz də yazın, suallarınızı göndərə bilərsiniz. Son zamanlar, Pərviz müəllim, dərmanların onlayn satışı ilə bağlı internet səhifələrində məlumatlara biz çox rast gəlirik və dərman vasitələrinin çox maraqlıdır ki, onlayn satışı necə tənzimlənir? Dərman vasitələrinin, bəli, biz də rast gəlirik. Görürsən ki, onlayn dərman vasitələrinin satışından bağlı reklamlar gedir. Dərman vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə görə onlayn satış deyilən anlayış belə yoxdur dərman vasitələrinin. Bəli, yəni dərman vasitələrinin onlayn almaq tövsiyə olunmur. Səhiyyə Nazirliyi olaraq, Anti-Ekspertiza Mərkəzi olaraq biz vətəndaşlarımıza bildiririk ki, yəni onlayn dərman vasitələri sifariş verməsinlər. Dərman vasitələri qanunvericiliyə görə ancaq aptek təşkilatlarından satıla bilər, aptek təşkilatlarından buraxıla bilər. Ona görə mütləq olaraq dərman almaq üçün apteklərə müraciət eləsinlər və yaxud da əgər müraciət edə bilmirlərsə, hər hansı bir səbəbdən, xəstəlik səbəbindən və yaxud da digər səbəblərdən rəsmi fəaliyyət göstərən, lisenziyası olan apteklərin rəsmi internet səhifələrindən sifariş verə bilərlər və bu zamanda həmin apteklərdən çatdırmalar, həmin dərmanın daşınma və saxlanma şərtinə ciddi riayət olunmaqla aparılmalıdır. Doğrudan burada bu məqam da var. Siz dediyiniz kimi dərmanların hansı formada çatdırılması və ona görə də elə rəsmi olaraq apteklərin özünə müraciət edib onlayn alışı, satış həyata keçirə bilərsiniz dostlar. 055 93 490 93 nömrəsinə də suallarınızı yazıb ünvanlaya bilərsiniz. Qısa bir fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən efirdə olacaq. Odur ki, dalğanı dəyişməyin dostlar. Diqqətiniz bizdə olsun. 93 FM-də saatlarımız 8:52-ni göstərir və apteklərin fəaliyyəti necə nəzarət edilir? Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsinin müdiri Pərviz Əzizbəyev bizim qonağımızdır. 055 93 490 93 isə bizim WhatsApp nömrəmizdir ki, siz SMS-lərinizi, suallarınızı yazasınız. Apteklərin fəaliyyəti ilə bağlı nələri bilmək istəyirsiniz? Sizə qaranlıq qalan hansısa məqamlar varmı? Hər birini yazıb Pərviz müəllimə ünvanlaya bilərsiniz və Pərviz müəllim sizin suallarınızın hər birini cavablandıracaq. Pərviz müəllim, ümumiyyətlə bu dərmanlarla bağlı bizi düşündürən, maraqlandıran məsələlərdən biri də odur ki, şəxsi istifadə üçün xaricdən ölkəyə dərman gətirmək üçün icazə lazımdırmı? Şəxsi istifadə üçün xaricdən dərman gətirməyə icazə lazım deyil. Qanunvericilik buna icazə verir. Dərman vasitələri haqqında qanuna görə şəxsi istifadə üçün xaricdən gələn və yaxud ki, xaricə gedən hər bir şəxs lazımi miqdarda, yəni ona təyin olunmuş miqdarda dərman vasitələrini gətirib apara bilər.
Əgər ola bilər ki, məsələn, ona təyin olunan dərman məsələn bir 2 qutudur, yəni onu belə şəxsi istifadə üçün gətirə bilər də, Bəli, sayı ki. gətirə bilər. Hətta dövlət qeydiyyatına alınmamış dərman vasitəsini də gətirib apara bilər. Bəs satış məqsədi ilə dərman gətirmək üçün hardan icazə almaq lazımdır? Satış məqsədi ilə ilk növbədə biraz əvvəl də danışdığımız kimi lisenziya alınmalıdır dərman vasitələrinin dövriyyəsi üçün. Yəni istehsalı və yaxud da ki, topdan satışına lisenziyası olan hər hansı əczaçılıq müəssisəsi dərman vasitəsini kommersiya məqsədi ilə, yəni satış məqsədi ilə ölkəyə gətirə bilər. Həmçinin də müvafiq icra hakimiyyəti orqanı qanunvericisindən bu Səhiyyə Nazirliyidir. Yəni dərman vasitəsini ölkəyə gətirə bilər. Pərviz müəllim, yəqin siz də rastlaşmısınız öz təcrübənizdə. Bir dərman üçün biz aptekə müraciət edirik və görürük ki, bəzən əczaçılar çox vaxt əvəzedici dərman vasitələrini pasiyentə tövsiyə edirlər. Tərkib olaraq eyni olduğunu, məsələn, başqa ölkə istehsalı olduğunu və yaxud da başqa adla olduğunu bildirirlər. Ümumiyyətlə bu nə dərəcədə doğrudur? Yəni bir dərman vasitəsinin əvəzinə digərini tövsiyə etmək. Əczaçılar dərman vasitəsinin analoquna təqdim edə bilərlər. Yəni bu qanunvericiliklə tənzimlənir. Reseptdə bugünkü kimi elektron resept sisteminə keçid başlanılmışdır. Bu elektron resept sistemi Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış və 2024-cü ildən mərhələli şəkildə bu deməli sistemə bu keçirilir və bu sistemdə dərman yazılan zaman onun ticarət adı deyil, onun beynəlxalq patentləşdirilməmiş ad dediyimiz təsir edici maddəsi yazılmalıdır və bu təsir edici maddə yazılan reseptlə pasiyent aptekə yaxınlaşan zaman o tərkibdə olan dərman vasitələrini aptekin əczaçısı tərəfindən pasiyentə bildirilir və pasiyent də istəyinə uyğun olaraq həmin o yazılan dərman vasitəsinin eyni tərkibli dərman vasitəsini ala bilər. Yəni bu zaman yenə də həmin dərman olur. Sadəcə olaraq müxtəlif istehsalçıların, müxtəlif ölkələrin digər ticarət adı ilə dövlət qeydiyyatına alınmış dərmanlar var ki, onların təsir edici maddələri eynidir. Xaricdə olarkən biz ümumiyyətlə və yaxud da bir tanışlarımız, dostlarımız xaricdə olarkən apteklərdə müəyyən dərman vasitələrini, xüsusən antibiotikləri reseptsiz almaqda çox çətinlik çəkirik. Hətta qeyri-mümkün kimi bir şeydir bu. Aptekdə əksər dərman vasitələri bizdə əsasən də antibiotikləri çox vaxt reseptsiz satırlar. Qanunla bu hal tənzimlənirmi? Tənzimlənirsə bu necədir bu proses? Əlbəttə tənzimlənir. Mütləq olaraq aptekdən reseptlə buraxılan dərman vasitələri reseptlə satılmalıdır. Reseptsiz buraxılan dərman vasitələrinin siyahısı mövcuddur və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi olaraq mütəmadi olaraq rəsmi internet səhifəmizdə bu siyahı verilir. O siyahıya düşən dərman vasitələri apteklərdən reseptsiz buraxıla bilər. Amma o siyahıda olmayan digər dərman vasitələri, dövlət qeydiyyatında olan digər dərman vasitələri həkim resept əsasında buraxılmalıdır və mütləq olaraq biz əczaçılara da buradan bildiririk ki, mütləq olaraq reseptlə buraxılan dərman vasitələrini reseptlə buraxsınlar. Yəni reseptsiz satış qanunvericiliyə ziddir. Bununla bağlı bayaq da dediyim kimi İnzibati Xəttlər Məcəlləsinə müvafiq maddə mövcuddur, müvafiq cərimə sanksiyaları mövcuddur. Amma yəni bu məsuliyyəti mütləq olaraq dərk edərək reseptlə dərman satılmalıdırsa, o mütləq reseptlə satılsın. Çünki pasiyent reseptsiz dərmanı alan zaman həkim ona təyin etməyibsə dərmanı və dərman da bildiyimiz kimi müəyyən dozalarda bu dərmandır, terapevtik dozası var. Ondan artıq içilən zaman bu zəhərdir. Yəni bəzən zəhərlənmələr olur dərman vasitələrindən və bu dərmanın çox vaxt keyfiyyətsiz olmağından deyil, dərmanın düzgün istifadə olunmamağından, dərmanın artıq dozada içilməsindən də ola bilir. Yəni ona görə tövsiyə də edirik və bildiririk ki, mütləq olaraq reseptlə buraxılan dərman vasitələri mütləq olaraq reseptlə alınmalıdır və reseptlə satılmalıdır. Məlumatı dediniz Analitik Ekspertiza Mərkəzinin? Bəli, veb səhifəmizdə farma.az saytında var reseptsiz buraxılan dərman vasitələrinin siyahısı. Orada 1000 addan çox dərman vasitəsi var ki, hansı ki o dərmanları bəli reseptsiz aptekə yaxınlaşıb almaq olar. Amma ondan o siyahıda olmayan bütün digər dərman vasitələri, dərman vasitələrinin istifadə təlimatında yazılır onsuz da ki, bu dərman vasitələri reseptlə buraxılır ya yox. Yəni əgər reseptlə buraxılmalıdırsa da reseptlə satılmalıdır.
Çox təşəkkür edirəm Pərviz müəllim. Dostlar, siz də bizə qoşula bilərsiniz. Biz yavaş-yavaş birinci saatımızı yekunlaşdırırıq. Qısa bir fasiləmiz olacaq. Daha sonra yenidən efirdəyik. İkinci saatımızdayıq artıq və 93 FM dalğasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsinin müdiri Pərviz Əzizbəyev bugün bizim qonağımızdır. Apteklərə nəzarətdən danışdıq, dinləyicilərin suallarını cavablandırdıq və sizin də suallarınız varsa Pərviz müəllimə yazıb ünvanlaya bilərsiniz. Sizin suallarınızın hər birini cavablandıracaq. Odur ki, vaxt itirməyin. Ümumiyyətlə, Pərviz müəllim, hazırda ölkədə biz bayaq reseptsiz dərmanlardan, antibiotiklərdən danışdıq. İstərəm ki, bu mövzunu biraz daha dərinləşdirək və hazırda ölkədə dərman vasitələrinin reseptsiz satış hallarının qarşısını almaq üçün hansı nəzarət mexanizmləri mövcuddur? Dərman vasitələrinin ümumiyyətlə dövriyyəsinə nəzarət zamanı, yoxlamalar zamanı və yaxud da ki, daxil olan müraciətlər, şikayətlər zamanı əgər belə hallar aşkarlanırsa ki, dərman vasitəsi reseptsiz satılıb, onda tərəfimizdən tədbirlər görülür. Yəni inzibati xətalar məcəlləsi ilə müvafiq cərimə protokolları tərtib edilir. Yəni yenə deyirəm, biz bunu müşahidə etmək üçün yoxlama aparmalıyıq. Yoxlamalar zamanı müşahidə olunursa bu hal mütləq olaraq tərəfimizdən o protokollaşdırılır və vətəndaşlar tərəfindən də əgər hər hansı şikayət, müraciət daxil olursa və yaxud da ki, mediada gedirsə məlumatlar, bu zamanda yenə həmin deməli reseptsiz satışla bağlı tərəfimizdən cərimə protokolları tərtib edilir. Pərviz müəllim, dərman vasitələrinin dövriyyəsi zamanı əczaçılıq müəssisələri tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa hansı tədbirlər görülür və bu sahə üzrə hansı cəza tədbirləri ümumiyyətlə nəzərdə tutulur var? Bəli, İnzibati Xətalar Məcəlləsində bu sahə üzrə bir çox maddələr var ki, dərman vasitələrinin dövriyyəsi zamanı hansı sahə üzrə əgər qanunvericilik pozulursa, o üzrə maddələr mövcuddur və cərimə sanksiyaları, müxtəlif məbləğdə cərimə sanksiyaları mövcuddur. Deyə bilərik ki, məsələn, ilk olaraq bildiyiniz kimi, əczaçılıq fəaliyyəti lisenziyalı fəaliyyətdir. Yəni, qanunvericilikdə İnzibati Xətalar Məcəlləsində lisenziyasız fəaliyyət göstərməyə görə, həm tip, həm əczaçılıq fəaliyyəti göstərməyə görə İnzibati Xətalar Məcəlləsində maddə var, 210.1 və bu maddə ilə fiziki şəxslər 2.000 manatdan 3.000 manata kimi, vəzifəli şəxslər 5.000 manatdan 10.000 manata kimi, hüquqi şəxslər 20.000 manatdan 30.000 manata kimi cərimə olunurlar. Bundan başqa dərman vasitələrinin deməli satışında mütləq olaraq da bayaq dediyimiz kimi ali və ya orta ixtisas əczaçılıq təhsilli şəxslər çalışmalıdır və sertifikasiyadan keçmiş, sertifikasiya şəhadətnaməsi olan şəxslər çalışmalıdır. Əgər aptek müəssisələrində əczaçı olmayan şəxs tərəfindən dərman vasitəsi buraxılırsa və yaxud da ki, sertifikasiya şəhadətnaməsi olmayan şəxs tərəfindən dərman vasitəsi buraxılırsa, bu zamanda cərimə sanksiyaları tətbiq edilir və bu cərimə sanksiyaları da vəzifəli şəxslər üçün 800-1000 manat arası, hüquqi şəxslər üçün 6000-dən 8000 manata kimi dəyişir. Digər, belə deyək, dərman vasitələrinin qanunsuz dövriyyəsi, yəni keyfiyyətsiz, dövlət qeydiyyatından keçməyən, istifadə müddəti bitmiş dərman vasitələrinin, saxta dərman vasitələrinin dövriyyəsi zamanı əgər belə faktlar aşkarlanarsa, tərəfimizdən bununla da bağlı İnzibati Xətalar Məcəlləsində maddə var, 221.1 və bu zamanda vəzifəli şəxsləri 1500-2000 manat civarında, hüquqi şəxslər 5000-7000 manat civarında cərimələnirlər. Yəni, göründüyü kimi kifayət qədər böyük məbləğlərdir. Hətta təkrarən törədilən belə bir əgər təkrarən bir il ərzində yenə belə bir nöqsan törədilirsə, əczaçılıq müəssisəsi tərəfindən bu cərimələr daha da artır. Yəni, daha da yüksək 9000, 11000 manata kimi məbləğdə cərimə sanksiyaları deməli tətbiq olunur. Dərman vasitələrinin reklamına görə, yəni bildiyimiz kimi qanunvericiliyə görə dərman vasitələrinin reklamı qadağandır, ancaq reseptsiz buraxılan dərman vasitələri reklam oluna bilər. Digər dərman vasitələri reklamı qadağandır, digər dərman vasitələri ancaq ixtisaslaşmış yerlərdə, jurnallarda, mətbuat orqanlarında verilə bilər. Və bu zamanda bu pozulursa əgər dərman vasitələrinin reklamı ilə bağlı qanunvericilik, bu zamanda yenə cərimə sanksiyaları tətbiq olunur.
Dərman vasitələri olmayan bioloji-aktiv qida məhsulları var. Bəzən görürük ki, bioloji-aktiv qida məhsulları reseptlərə yazılır və bu reseptlər əsasında da apteklərdən dərman kimi buraxılır. Yəni burada bu da yol verilməz və inzibati xəttlər məcəlləsinə görə bununla da bağlı müvafiq maddə var 221.9 və bununla da bağlı həm vəzifəli şəxslər, həm hüquqi şəxslərə cərimə sanksiyaları mövcuddur və bu cərimə sanksiyaları da 400 manata kimi tətbiq oluna bilir. Bundan başqa bildiyiniz kimi dərman vasitələrinin hamısının daxilində işlik vərəqələri, yəni istifadə təlimatları var və bu istifadə təlimatları əgər Azərbaycan dilində deyilsə, mütləq olaraq qanunvericiliyə görə bu dərman vasitəsinin qablaşmasını müşahidə eləməlidir Azərbaycan dilində işlik vərəqəsi və bu olmursa, qeydiyyat vəsiqəsinin sahibi tərəfindən əzaslıq müəssisəsi, yəni aptek təşkilatı Azərbaycan dilində işlik vərəqəsindən təmin olunmalıdır. Əgər təmin olunmursa, bununla da bağlı İnzibati Xəttlər Məcəlləsində xüsusi maddə var, cərimə sanksiyaları var və bu da 1500 manatdan 7000 manata kimi dəyişə bilir. Və istifadə təlimatı əgər varsa, Azərbaycan dilində aptek müəssisəsi tərəfindən pasiyentin istəyi ilə ona çap olunub verilmirsə Azərbaycan dilində, bunun özü də inzibati xətadır və bu zaman aptek müəssisəsi cərimə oluna bilir. Yəni İnzibati Xəttalar Məcəlləsinə uyğun olaraq 50 manat civarında. Həmçinin aptek təşkilatlarına dair tələblərin pozulması, yəni bizim bu keçirdiyimiz yoxlamalar zamanında, nəzarət tədbirləri zamanında görürük ki, çox vaxtı ya dərman vasitəsi düzgün saxlanılmır, soyuducuda saxlanılan dərman görürsən ki, rəfdə saxlanılır və yaxud da ki, aptekdə müəyyən sahələr mövcud deyil və yaxud da ki, inventarı mövcud deyil, kondisioner işləmir, ventilyasiya sistemi, havalandırma sistemi işləmir. Bu zaman aptek təşkilatlarına dair tələblər pozulmuş sayılır və bu da 452-3-cü maddə ilə yəni, cərimə sanksiyaları mövcuddur və bu cərimə sanksiyaları da 500-700 manat arasında vəzifəli şəxslər, hüquqi şəxslərdən 1500 hüquqi şəxslərdə bəli 1500-2500 arası dəyişir və təkrarən törədilən zaman bu daha da məbləğləri artır, bəli 7000-ə kimi cərimə sanksiyaları tətbiq oluna bilir və yaxud da qeyd etdiyimiz kimi reseptsiz buraxılışa görə də cərimə sanksiyalarımız var. Qeydiyyatssız dərman vasitəsinin reseptdə yazılmağa görə, amma burada qanunvericilikdə bəzi istisnalar var ki, hansı halda qeydiyyatssız dərman vasitəsi reseptdə yazıla bilər və yaxud da qeyd etdiyim o elektron resept sistemində qeydiyyatssız dərman vasitəsi əgər o dərman xəstəyə təyin olunursa və ehtiyacı varsa, o dərman yazılır, müvafiq orqan, qurum tərəfindən, yəni Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənəndən sonra topdan satış müəssisəsi, aptek müəssisəsi tərəfindən və yaxud da ki, Səhiyyə Nazirliyi tərəfindən həmin dərman ölkəyə gətirilə bilər, həmin pasiyent üçün və bu zaman o dərmanın o pasiyentdən başqa digər şəxslərə satışı qadağandır. Çox təşəkkür edirəm. Çox dəyərli məlumatlar idi Pərviz müəllimin qeyd etdikləri və ümid edirəm ki, siz də dostlar suallarınıza cavab aldınız. Sadəcə bir məqamı soruşmaq istəyirəm. Bu Azərbaycan dilində təlimatla bağlı. Əgər yoxdursa, dediniz ki, aptekin özü bundan təmin olunmalıdır. Məsələn, istəsə onu müştəri alırsa, tələb edə bilərmi, yoxsa bir nüsxəsi Azərbaycan dilində çıxarılıb ona verilməlidir? Qanunvericiliyimizdə hal-hazırda icazə verilir ki, dərman vasitələrinin istifadə təlimatı digər dillərdə də olsun. Amma mütləq olaraq Azərbaycan dilində Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş istifadə təlimatı onu müşahidə eləməlidir. Və bu Azərbaycan dilində olan məlumat mütləq aptek təşkilatlarına da çatdırılmalıdır idxalçı tərəfindən, qeydiyyat vəsiqəsinin sahibi tərəfindən. Və pasiyentin istəyi varsa, əgər pasiyent o aldığı dərmanı istifadə təlimatında yazılan dili başa düşmürsə, əlbəttə o ana dilində o istifadə təlimatı istəyə bilər və aptekin borcudur ki, onunla təmin eləsin. Təşəkkür edirəm Pərviz müəllim. Dostlar, nəzərinizə çatdırım ki, 93 FM səhiyyə sahəsində Qafqazda ixtisaslaşmış ilk radiodur və bizim efrimizdə burada səslənən hər bir fikir elmi sübutlara əsaslanır. Sadəcə rəsmi ekspert mövqeləri və doğru tibbi məlumatlar var. Diqqətiniz biz
bizdə olsun, dalğanı dəyişməyin. Qısa bir reklamlardan sonra yenidən burada olacaq. Bugünkü yol xəritəmizdə isə apteklərin fəaliyyətindən danışırıq. Apteklərin fəaliyyətinə necə nəzarət edilir, dərmanların keyfiyyəti barədə şübhə yaranarsa hara müraciət etməli, reseptsiz satılan dərmanlarla bağlı sizi narahat edən hər bir məqamı bugün efirdə müzakirə edirik. Qonağımız Səhiyyə Naziri Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi Şöbəsi müdiri Pərviz Əzizbəyovdur və siz də suallarınızı yazıb göndərə bilərsiniz. Pərviz bəy sizin suallarınızın hər birini cavablandıracaq. Pərviz bəy, cəmiyyətdə belə bir inanc var ki, ümumiyyətlə bizdə hər sahədə bir məhsul bahalıdırsa yaxşıdır, geyimdirsə o bahalıdırsa yaxşıdır. Bahalı dərman yaxşıdır, ucuz dərmanın bir təsiri yoxdur və maraqlıdır ki, Analitik Ekspertiza Mərkəzi üçün dərmanın qiyməti ilə keyfiyyət arasında bir əlaqə varmı? Belə deyək, dərmanların istehsalı müxtəlif ölkələrdə olur. Yəni həm iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrdə, həm də belə deyək də inkişaf etməkdə olan ölkələrdə dərman vasitələri istehsal olunur və maliyyə olaraq o dərman vasitələrinin əlbəttə maliyyələri fərqlidir. Yəni və dərman vasitəsi Azərbaycan Respublikasından satışa çıxması üçün, istifadəyə çıxması üçün mütləq olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi müxtəlif ekspertizalardan keçirilir, onun tərkibi yoxlanılır, onun o göstərilən sənədlərdə normativ texniki sənədlər dediyimiz sənədlərdə göstərilən bütün parametrlər yoxlanılır və dərman vasitəsi o parametrlərə cavab verirsə, o dövlət qeydiyyatına alınır. Ona dövlət qeydiyyatına alınması barəsində vəsiqə verilir və Azərbaycan Respublikasının dərman vasitələrinin dövlət reyestrinə daxil edilir. Yəni bu dövlət reyestrində bugünkü günü 6000-dən çox dərman vasitəsi var və eyni tərkibdə müxtəlif ölkələrdə istehsal olunan, müxtəlif adlarla istehsal olunan dərman vasitələri var ki, bunların da qiymətləri də fərqlidir. Yəni daha yüksək qiymətə olan, daha aşağı qiymətə olan, amma tərkib olaraq eyni dərmanlardır və dövlət qeydiyyatına alındığına görə bunlardan rahatlıqla alıb istifadə etmək olar. Nə qədər nəzarətdən keçib, uzun bir yolu keçib gəlmiş. Yəni bu dövlət qeydiyyat proseduru yəni elə bunu təsdiqləyir ki, bu dərman vasitəsi istifadə oluna bilər. Bu dərman vasitəsi normativ sənədlərə uyğundur və qeydiyyata alınıb dövlət reyestrinə daxil edilib. Qiymətlər yenə dediyim kimi istehsal ölkəsindən fərqli olaraq dəyişə bilir və yüksək aşağı qiymətə. Ona görə də pasiyent aptekə müraciət edən zaman öz ehtiyacına uyğun, cibinə uyğun həmin təsir edici maddəsi eyni olan dərmanı ala bilər. Daha bir dinləyicimiz maraqlı bir sual ünvanlayıb Pərviz müəllim. Deyir ki, mən çox zaman aptekə gedəndə, yəni günümün yarısı orada keçir, o dərmanın tərkibinə bax, ona bax, bunu oxu. Deyir, mənə çox maraqlıdır ki, Pərviz müəllim bu sahədə olan bir insan kimi özü aptekə daxil olanda dərmanların tərkiblərini bu qədər oxuyurmu? Yəni çox uzun zaman keçirmi aptekdə, yoxsa artıq onun kifayət qədər bilgisi var, alıb çıxır? Yox, mən də digər vətəndaşlar kimi, əgər həkim mənə hansısa dərmanı təyin eləyirsə, mən həmin resept əsasında gedirəm aptekə və həkimin təyin etdiyi kimi qəbul edirəm. Əgər hansı dərmanı yazıbsa, o dərmanı alıram və həkim necə təyin edibsə, yeməkdən əvvəl, yemək zamanı, yeməkdən sonra mən yenə də həkimin təyinatına baxıram. Əgər dərman reseptsiz buraxılan dərmanısa da, bunlar özünün müalicə üçün gedir və bu zaman mən özüm alıramsa o dərmanı, bu zaman əlbəttə baxıram. Əsas baxdığım da o dediyim kimi o dərmanın qablaşmasına baxıram, onun istifadə vaxtının bitməməsinə baxıram. Yəni əsas bunlardır. Daha bir dinləyicimiz soruşur ki, bəzən deyir, əczaçı olmayan şəxslərin apteklərdə dərman vasitələrinin satışını həyata keçirmələri barədə məlumatlara rast gəlirik. Belə hallarla siz rastlaşırsınızmı deyə soruşur bizdən. Bəli, əlbəttə biz də rastlaşırıq. Həm yoxlamalar zamanı, həm bizə gələn müraciətlər, şikayətlər zamanı rastlaşırıq ki, bəzi apteklərdə dərman vasitələrinin buraxılışında əczaçı ixtisası olmayan şəxslər çalışır. Və bu yol verilməzdir, çünki dərman vasitəsi elə bir belə deyək, məhsuldur ki, bunun mütləq olaraq tibbi təhsil olan şəxs, yəni əczaçılıq təhsil olan şəxs tərəfindən satılmalıdır. Çünki digər bu sahəni bilməyən insan tərəfindən səhv dərman satıla bilər və bu da dərman dediyimiz kimi müxtəlif fəsadlara gətirib çıxarda bilər pasiyentdə. Belə hallar olan zaman dediyim kimi qanunvericiliklə
müxtəlif cərimə sanksiyaları mövcuddur və bu cərimə sanksiyaları tətbiq edilir. İnzibati Xəttlər Məcəlləsinin 215.4-cü maddəsi var. Bu maddə üzrə mütləq olaraq cərimə protokolları tərtib edilir. Əgər bu hal təkrarlanırsa, təkrarən ilk cərimə sanksiyasından bir il keçməmiş yenə təkrarlanırsa, daha yüksək cərimə sanksiyaları tətbiq edilir. Pərviz müəllim, bir məsələni soruşmaq istərdim. Düz mən bilmirəm, bu tam olaraq sizin şöbənin bəlkə də fəaliyyəti deyil. Yəni deyilsə bunu da bildirərsiniz. Sadəcə düşünürəm ki, maarifləmək üçün bu çox vacib bir məqamdır. Tutaq ki, biz bayaq danışdıq, vətəndaş dərmanları alır və müəyyən bir müddətdən sonra təbii ki, ola bilər onun hamısını istifadə eləməsin və onların istifadə müddəti keçir. Onları sadəcə zibilliyə atmaq doğrudurmu, yaxud ümumiyyətlə bir bu yararsız dərmanları, vaxtı keçmiş dərmanları hansı şəkildə belə deyim də, yəni ki, yoxa çıxartmaq da lazımdır? Yaxşı sualdır. Yəni bugünkü günü bəli, çox vaxtı biz dərmanları istifadə etmirik axıra kimi və vaxtı keçir və onları aparıb zibil qutularına atırıq. Bu düzgün deyil əlbəttə. Dərmanlar zibil qutusuna, adi zibil qutusuna atılmamalıdır. Dərmanların utilizasiyası, məhv edilməsi xüsusi normativlərlə deməli olmalıdır. Ona görə əgər evdə hər hansı bir dərman vasitəsi vaxtı keçirsə, onu zibil qutusuna yox, o yaxındakı aptekə təhvil versinlər və yaxud da tanıdıqları bir aptek işçisinə təhvil versinlər ki, onlar həmin dərman vasitəsinin müvafiq qaydada məhv edilməsini həyata keçirərlər. Çünki biz o iynələrlə, müəyyən kəsicilərlə, biz ötən efirlərdə sizin əməkdaşlarınız bildirmişdi onlara hara təhvil vermək və dərmanlarla bağlı belə bir bilgimiz yox idi. Bunu da aydınlaşdırdıq dostlar. Digər bir məqamsa, son illər apteklərdə dərmanlarla yanaşı bu qida əlavələrinin sayı da artıb, rast gəlirik. Çox vaxtda, çox da informasiyası olmayan vətəndaşlar onları bir-birindən ayıra bilmirlər bəzən. Qida əlavələrindən dərmanın təsirini gözləyirlər və çox maraqlıdır ki, ümumiyyətlə bu məhsullar apteklərdə, yəni dərmanlardan ayrı bir rəfdəmi satılmalıdır, olmalıdır, buna nəzarət olunurmu, yoxsa onların üzərində sadəcə dərman vasitəsi deyil, yazısı kifayətdir? Hər ikisi də olmalıdır. Yəni dərman vasitəsi olmayan bioloji aktiv qida məhsulları, bunlar da qutu olaraq, forma olaraq çox vaxt dərman vasitəsinə oxşuyur, amma dərman vasitəsi deyillər. Bunlar qidanı zənginləşdirmək üçündür. Nə profilaktik məqsədlə, nə müalicə məqsədi ilə istifadə edilə bilməz və apteklərdə bu vasitələr mütləq olaraq ayrı bir rəfə yığılmalıdır və o rəfdə o bildirilməlidir ki, bu bioloji aktiv qida məhsullarıdır. Həmçinin qanunvericiliyə görə bioloji aktiv qida məhsullarının üzərində dərman vasitəsi deyildir sözləri yazılmalıdır və görünən şəkildə. Yəni bütün bunlar mütləq olmalıdır və bizim də fəaliyyətimiz nəticəsində biz görürük ki, çox vaxt qaynar xəttə gələn zənglər, edilən müraciətlər, daxil olan o müraciətlərdə görürük ki, dərmanın belə deyək, qiymətinin yüksək olması, dərmanın keyfiyyətsiz olmasına bağlı biz araşdırırıq, baxırıq ki, bu dərman deyil, bioloji aktiv qida məhsuludur. Yəni bioloji aktiv qida məhsullarının qiyməti qanunvericiliyə görə tənzimlənmir. Ona görə, yəni sərbəst müəyyənləşdirinə görə biz onu da bildiririk ki, yəni ancaq dərman vasitəsinin qiymətlərinin yuxarı həddi müəyyənləşir. Bioloji aktiv qida məhsullarının qiymətləri müəyyənləşmir və bioloji aktiv qida məhsullarından qəti olaraq müalicə məqsədilə istifadə etmək olmaz. Bir mənalı şəkildə. Sual-cavab rubrikamız var. Gəlin birlikdə dinləyək və əziz dinləyicilər, Pərviz müəllimə söhbətimizdən bir daha aydın olur ki, aptekdən dərman alarkən biz sadəcə bir alıcı deyilik, həm də öz sağlamlığımızın mühafizəçisiyik və qutunun zədəsi olmasına, Azərbaycan dilində təlimatın varlığına, kassa çekinə, ümumiyyətlə hər bir şeyə diqqət etmək bizim ən sadə, amma ən vacib hüququmuzdur. Gəlin bunu da unutmayaq. Sual-cavab rubrikamız var, onu dinləyək. Daha sonra efirimizin son hissəsinə keçid alacaq. Verilişimizin sonuncu hissəsinə keçid alırıq dostlar və siz də suallarınızı yazıb göndərə bilərsiniz. Bir dinləyicimiz Pərviz müəllim belə bir sual ünvanlayıb. Maşallah bu gün dinləyicilərimiz aktivdir, çünki onlar üçün çox maraqlı və belə deyim də hər yerdən öyrənə biləcəyi informasiyalar deyil. Çünki burada dəqiqlikdən, qanunvericilikdən söhbət gedirsə, onu da elə rəsmi şəxslərdən öyrənmək lazımdır. Bunu da qeyd etmiş olum. Bəzən deyir vətəndaşlar deyir ki, həmişə aldığım dərmanın rəngi və qablaşdırılması bu dəfə biraz elə bil ki, fərqlidir. Belə bir vizual fərq görəndə istehlakçı çox maraqlıdır ki, hara müraciət edə bilər? Yəni bu illa da şikayət deyil, sadəcə onun da ağlında belə suallar yaranırdı. Görəsən niyə fərqlidir bu dəfə? Əsasən dərman vasitələrində bu hallar demək olar ki, çox az olur. Qablaşması dəyişsin, rəngi dəyişsin. Bu əsasən biraz əvvəl dediyimiz o bioloji aktiv qida məhsullarında ola bilər.
Ona görə ilk olaraq dəqiqləşdirmək lazımdır bu dərman vasitəsidir ya bioloji aktiv əlavə. Onu da dəqiqləşdirmənin ən rahat yolu ilə həmin qutunun üzərində yazılır. Əgər bioloji aktiv əlavədirsə də yazılır dərman vasitəsi deyil. Onlarda ola bilər məncə, amma dərman vasitəsi dövlət qeydiyyatına alınan zaman onun qablaşması da dövlət qeydiyyatına alınır və o qablaşmanın üzərindəki rənglər, yazılar, ölçülər hamısı yəni dövlət qeydiyyatına alınır. Və orada o dövlət qeydiyyatına alan qablaşma formasından digər qablaşma forması ölkəyə idxal oluna bilməz. Yəni bu belə deyək, idxal icazəsi verilmir. Yenə də əgər belə bir hallar müşahidə olunursa, qaynar xəttimizə müraciət edə bilərlər 596 07 12 bütün apteklərin üzərində yazılır. 596 07 12 və rəsmi internet səhifəmizdən farma.az müraciət bölməsindən müraciət edə bilərlər və yaxud da ki, həmin elə şübhələnlikləri dərmanın qutusunu mərkəzin bir pəncərə xidmətinə yaxınlaşaraq orada təhvil verə bilərlər və ona ətraflı məlumatlar veriləcəkdir. Son olaraq bir dinləyicimiz də var, onu da sualını istərdim cavablandıraq. Bəzən sosial şəbəkələrdə dərman vasitələrinin reklamına rast gəlirik. Dərmanlar reklam oluna bilərmi? Dərmanlar ancaq reseptsiz buraxılan dərmanların reklamına icazə verilir. Reseptlə buraxılan dərman vasitələrinin reklamına icazə verilmir və sosial şəbəkələrdə də reklam, əgər dərman vasitələri, reseptlə buraxılan dərman vasitəsi reklam olunursa, bu yol verilməzdir. Ümumiyyətlə, belə deyək, dərman vasitələrinin reklamı, dərman vasitələrinin istifadəsi bu qanunvericiliklə tənzimləndiyinə görə və birbaşa sağlamlıqla bağlı olduğuna görə mütləq belə bunlara nəzarət etmək lazımdır və həm pasientlər tərəfindən, həm o reklam vericiləri, sosial şəbəkələr tərəfindən. Dediyimiz kimi, ancaq reseptsiz buraxılan dərman vasitələrinin reklamı qanunvericiliyə icazə verilir. Pərviz müəllim, çox təşəkkür edirəm sizə. Hər zaman olduğu kimi Analitik Ekspertiza Mərkəzindən bizim verilişlərimiz çox maraqlı, çox dolu-dolu keçir və sizlə də efirimiz elə oldu. Çox minnətdaram sizə. Bizə qaranlıq qalan bir çox məqama aydınlıq gətirdiniz. Deyirlər ki, sağlamlıq yalnız itirəndə qiymətli olur, amma biz istəyirik ki, həm özümüz, həm dinləyicilərimiz üçün ümumiyyətlə bütün insanlar sağlamlığın qiymətini itirmədən bilsinlər və yekun olaraq bu sahənin bilicisi kimi, belə deyim, bir əczaçılıq müfəttişliyi şöbəsinin müdiri kimi aptekdən dərman alarkən vətəndaşın cibindəki puldan daha çox güvənə biləcəyi ən vacib prinsip nə olsun? Nə olar məsləhətiniz, sonda tövsiyəniz? Ən vacibi dərman vasitəsi mütləq həkim təyinatından alınmalıdır. Həkimin təyin etdiyi dərman alınmalıdır. Həkimin təyin etdiyi formada qəbul edilməlidir. Heç bir halda özünün müalicə məqsədi ilə qonşumun içdiyi dərmandan mən də içim. Ən sevdiyimiz şey. Qonşumun başı ağrıyırdı, A dərmanını içdim, mən də gedim A dərmanını alım içim. Heç bir halda buna yol verməsinlər. Çünki orqanizm fərdidir. Mütləq olaraq bir dərman əgər kiməsə yaxşı təsir göstərə bilirsə, digərinə yaxşı təsir göstərməyə də bilər və dərmanların əlavə təsirləri mövcuddur. Yenə deyirəm, mütləq olaraq bu məsələlərə ciddi riayət olunsunlar, o etsinlər və sağlam qalsınlar. Çox təşəkkür edirəm bir daha. Minnətdaram Pərviz müəllim. Sağ olun. 93 FM-də Sağlam Səhər yekunlaşır. Apteklərin fəaliyyətindən tutmuş, dərmanların satışı, dərmanların keyfiyyəti, bütün bu məsələlərə nəzarəti Səhiyyə Nazirliyinin bugün Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq Müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyovla müzakirə etdik dostlar. Dahi Aristotelin belə bir sözü var ki, sağlamlıq bütün xeyirxah işlərin bünövrəsidir. Bünövrəniz möhkəm olsun dostlar. Apteklərdə yalnız keyfiyyətli şəfa almanız diləyilə bizdən bugünlük bu qədər. Sabah yenə də eyni saatda, eyni dalğada eşidilərik. Hələlik.